Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, buraxılış sınaq kitabından izahlarımız davam edir. Bugün sizinlə mövzu imtahanı 5-in izahına baxacağıq. Qeyd edim ki, kitab Respublikanın əksər kitab mağazalarında satışda var. Əgər tapa bilməsəz, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Ola bilər ki, bəzi mağazalarda bitib. Yəni, belə bir problem olsa, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın, mən sizi yönləndirəcəm. Gəlin keçək sınağın iz videolarına. Deməli, 5-in videosunu çəkək bir yerdə sizlə. Bu arada mövzu sınav imtahanı 5-in əhatə olunan mövzuları da ekranda görünür. Gəlin keçək suallara. Başlayaq birinci sualdan. Deməli, birinci sualda bizə deyir, hesablayın. Mən burada birinci nə etməliyəm? Fikir verirəmsə, bunları biz eyni kökdə yaza bilərik. 3 qalır. 5 vurulsun 10 vurulsun 2. Bu da bərabərdir 3 vurulsun kök altında 100. Bu da bərabərdir 3 vurulsun 10 bərabərdir 30. Doğru cavab A variantı. İkinci suala baxaq. Deməli, kök altında 135-i mən bu cür göstərə bilərəm. Kök altında 27 vur 5 kimi göstərə bilərəm da. 5 dəfə 7-dən 35, 5, 13. Kök altında 27-ni mən 9 vur 3 kimi yazsam 5 ilə işim yoxdur. 9-dan çıxır 3. Bunu da ayrı-ayrı köklərdə yaza bilərəm da təbii ki. Bunu hər tərəfin kvadrata yüksəltsəm 3 bərabərdir x kvadratı olur. Deməli, 3-ün yerinə x kvadratı yazacağım. Kök 3-ün yerinə x yazacağım. Kök 5-in də yerinə y yazacağım. Onda olacaq x kubu y. 2-də doğru cavab Y variantı. 3-ə baxaq. Tərinin kökün 2 mislini tapın. Deməli, 4x minus 2x bərabərdir 11 plus 4. 2x bərabərdir 15. Elə tərinin kökün 2 misli 2x deməkdir də. A variantı. Çevrənin radiusu 4 cm olarsa ən böyük vətər diametrdir. Radius 4-dürsə, təbii ki, diametrimiz 8 olur. Hesablayın. Deməli, bunları mən bir kökdə yaza bilərəm. Kök altında 6 minus kök 3 vurulsun kök altında 6 plus kök 3. Deməli, vur kök 3-dən işim yoxdur. Əslində bunu da kökün altına sala bilərdim, amma mən düşünürəm ki, belə yaxşıdır. Davam edək. Deməli, kök altı birincinin kvadratı, kök altı 6-nın kvadratı minus ikincinin kvadratı. Bu da bərabər kök altı 6-nın kvadratı 6, kök altı 3-ün kvadratı 3. Vur kök 3 də var burada, bundan işimiz yoxdur. Vur kök 3. Bu da bərabərdir kök 3 vur kök 3. Kök 3-ü kök 3-ə vuran deyir 3. Doğru cavab A variantı 5-də. 4 qardaşın indiki yaşları cəmi 38 olarsa, 4 ildən sonra yaşları cəmi nə olur? Çoxunuz 42 var cavabda. Çoxunuz 38-in üzərinə 4 gəlmişsiniz, amma 38-in üzərinə mən 16 gələcəm. Bu da bərabər 4, 5, 60. Deməli, qırx 8-in yox, 38-in üzərinə. Gəlin izahla elə deyək. Baxın, 4 qardaşın indiki yaşları cəmi 38-dirsə, deməli, 4 ildən sonra hərəsi 4 yaş böyük. 4 dənə qardaşdırlar. Hərəsi də 4 yaş böyüyəndə ümumi 16 yaş böyüyəcəklər. Bunu da, deməli, 4 ildən sonra yaşların cəmi tapmaq üçün üstünə 16 gəlməliyəm. 3, 4, 5, 52, 54 daha doğrusu. 6 doğru cavab B variantı. Yəni, sən böyüyürsənsə, təbii ki, qardaşın da böyüyür. 4 qardaşlar, hərəsi 4 il böyüyəndə cəmi 8 il böyüyəcəklər. Daha doğrusu, hərəsi 4 il böyüyəndə 4 qardaşlar deyə 16 il. Mənfi 8-dən 3-cü dərəcədən mənfi 2 çıxır. Düzdürmü? 18 minus 2. Bu da bərabərdir 16. 16-dan 2-ci dərəcədən 4 çıxır. 5 plus 4. Bu mənə verir kök altında 9-u, daha doğrusu köksüz yazaq da bunu. Deməli, 5 üstə gələk. Bu 16-dan 2-ci dərəcədən 4 çıxır. Sonra 24 üstə gələk. Bu 9 eləyir. 9-dan da bir kök var axı burada. 3 çıxır. Düzdürmü? Kök altında 3-cü dərəcədən 27-dən də 3 çıxır. B variantı.
Bir-bir kök alırsan da elə bil ki, iç-içə köklərdir, onların işimiz yoxdur. Bir-bir kök alıb sadələşdirirsən. Çevirən ən böyük vətər 10 olarsa, çevirən uzunluğunu tapın. Ən böyük vətər diametrdir. D bərabərdir. Onu çevirən uzunluğu pi d kimi də göstərmək olar. Bu da bərabərdir 10 pi-yə. Adətən siz öyrənmişsiniz 2 pi-yer düsturuna görə. Buradan 2r bizə diametr verirdi. Pi d kimi də yazmaq olar. 9-cu sual baxaq. Kəsiri ixtisar edin. Mən 5-i gəlim belə yazım. Kök 5 vur kök 5 kimi yaza bilərəm, düzdürmü? Və kök 10'u yazım kök 5 vur kök 2. Və bunun hər üç vuruğunda fikir verirsənsə kök 5 var da. Kök 5, kök 5, kök 5. Ona görə kök 5'i çıxaraq qarşıya. Nə qalacaq? Kök altında 2, üstə gələk 1, çıx kök 5. Aşağı ilə işim yoxdur. 1 plus kök altında 2 minus kök 5. Bunlar da gedir, kök 5 qalır. Doğru cavab Y variantı. 10-cu suala baxaq. Tənliyin hansı B parametrinin hansı qiymətində tənliyinin kökü 4 olar? Demək, kökü 4 olar deyirsə, x-in yerinə aparıb 4 yazacağım mən. 6b minus 8 bərabərdir 10. 6b bərabərdir 18, b də bərabərdir 3-ə. Doğru cavab D variantı. Davam edək 11 nömrəli tapşırıqla. Demək, 40-dırsa o zaman AC qövsü olur 80. Çünki daxilə çəkilmiş bucaq söykənliyi qövsünün yarısıdır. Daxilə çəkilmiş bucaq 40 dərəcədirsə söykənliyi qövs 80 dərəcə olur. Mərkəzi bucaq da elə söykənliyi qövsün dərəcə ölçüsünə bərabərdir. B variantı. 12-ci suala baxaq. Vurğu kök işarəsi altından çıxarın. Çıxarmaq üçün biz A-nın işarəsini bilməliyik. 25 təbii ki müsbətdirsə, onda ikinci dərəcədən A kubu da müsbət olmalı. A kubu müsbətdirsə, A-nın özü də müsbətdir. 25-dən çıxır 5. Kök altda A kubunu yazmalıyam. A kvadratı vur A kimi. 5 vurulsun. Cüt dərəcədən modulda çıxır. Kök altda A-nın işim yoxdur. Bərabərdir. A müsbət olduğuna görə biz bunu müsbət kimi sadələşdiririk. 5A kök 5. 5A kök A daha doğrusu. Kök 5 yox. 5A kök A. 12-də doğru cavab C variantı. 13 nömrəli tapşırığa baxaq. Qəşəng bir sual oxşuyur. Ortaq məxrəc eləyək bunu. Ortaq məxrəc eləyəndə nə baş verəcək? Olacaq deməli ona 36 ortaq məxrəcdir. Ortaq məxrəc olacaq 36. 36-nı 4-ə bölüb x kvadratına vuracam. 9x kvadratı. 36-nı 9-ə 4x-in kvadratı. Bölünsün. Bunu hesablayıb sonra 20-yə bölərik. Kök altında 9-dan 4-ünü çıxıram. 5x-in kvadratı bölü 36. Deməli, x kvadratından cüt dərəcəli təbii ki modulda çıxır. Kök 5-lə işim yoxdur. 36-dan da 6 çıxır. X müsbət olduğuna görə bu müsbət x kimi sadələşəcək. Yəni, kök altında 5x bölünsün 6. Və kök altında 20-ni mən 4 vur 5 kimi yazsam, 2 kök 5 olduğu kimi 2 kök 5 qalır. Və bölmə əməli var deyə tərsinə çevirib vuracam. 2 kök 5-ə bölürəmsə 1 bölünsün 2 kök 5-ə vururam. Aha. Kök 5-lər gedir. Yuxarıda qalır x, aşağıda da 2 vur 6 var da 12. X bölü 12 olmalıdır. 13 A variantı. Tənliyini həll edin. Diskriminantla həll eləməliyik. Diskriminant bərabərdir. B-nin kvadratı çıx 4AC. Burada deməli A 2-dir. B x-in əmsalı mənfi 5-dir. C də 2-dir. C də bərabərdir 2-yə. Gətirək qoyaq yerinə. 25 çıxılsın 4 təvkin 8, 8 təvkin 16, 9. Deməli bir köküm olacaq. X 1 bərabərdir. Mənfi B üstə gələk kök altında. D bölünsün 2A. B-nin əksi mənfi 5-dirsə əksi 5 olur. Üstə gələk diskriminant kök altda 9-dan 3 çıxır. 2A böl 4. Bərabərdir 8 bölünsün 4 bərabərdir 2-yə. X 2 bərabərdir. Mənfi B çıxılsın kök altında D bölünsün 2A. Bir dəfə plusu bir dəfə minusu. 5 minus 3 bölünsün 4. Bu da bərabərdir 1 böl 2.
Deməli, mənim köklərimin biri olur 2, biri də olur 2-də 1. 2, 2-də 1 varmı? C variantı. Burada çox önəmli bir xassə var. Önəmli xassə nədən ibarətdir? Qövslər bərabərdirsə, qövsləri gələn vətərlər də bir-birinə bərabərdir. 3x bərabərdir 18, x də bərabərdir 6-ya. X-i tapın deyir. 15-də doğru cavab Y variantı. Bir daha xatırlayıram, bir daha deyirəm. Qeydlərinizi götürə bilərsiniz. Qövslər bir-birinə bərabərdirsə, bu qövsləri gələn AB ilə CD vətərlər bir-birinə bərabər olmalıdır. 16-cı suala baxaq. Ədədinin tam hissəsini tapaq. Gəlin birinci bunun məxrəcin irrasionallıqdan azad edək. Qoşmasına vuracam. Kök 5 çıxılsın 2-nin qoşması kök 5 plus 2-dir. Aşağının da qoşmasına vuraq. Kök 5 çıxılsın kök 5 2. Kök 5 üstə gələk kök 2. Belə. Bu da bərabərdir. Deməli 6 vurulsun kök 5 üstə gələk kök 2. Aşağıda birincinin kvadratı kök 5-in kvadratı çıx ikincinin kvadratı kök 2-nin kvadratı. Bu da bərabərdir. 6 vurulsun kök 5 plus kök 2. Aşağı da olur 5 minus 2. Yəni 3. Bununla 5 minus 2. 6 ilə 3 gedir. Burada qalır 2. 2 vurulsun. Kök altında 5 üstə gələk kök altında 2. 2-ni vuraq içəri. 2 kök 5 üstə gələk 2 kök 2. 2-ni kökün altına salsam bu olur deməli 4 kimi girəcək. 20 bu da olur 8. Düzdürmü? Baxın. İndi bunu deyir ki bizdən tam hissəsini tapın. Tam hissəsini deyir tapın. Kök altda 20-dən mən təxminən neçə çıxaracam? 25 olsa 5 çıxardı. 20 olduğuna görə təxminən 4,5 çıxara bilərəm. 4,4 də çıxara bilərəm. Üstə gələk. 9-dan 3 çıxışda 2,8-dən təxminən 2,9 çıxara bilərəm da mən. Bunun da təxminən qiyməti 7 tamamda nə olur? 13. 7 tamamda 3 olur. Təbii ki, buna tam hissəsi bizə 7-dir də. Belə. Sonra 17 nömrə tapşırığa baxaq. O mərkəzli çevrədə AOB. Bura 45 dərəcədir. Olarsa və çevrənin radiusu 10 olarsa qövsün uzunluq L bərabərdir. Qövsün uzunluq düsturunu xatırlayaq. Pi alfa bölü 180. Pi 3'dür. R 10'dur. Alfa 45'dir. Bölü 180. Bundan biri burada qalır 4. Yuxarı olur 30, aşağı olur 4. 2 ixtisar gedir. 15 bölünsün 2. Bu da bərabərdir. 7,5 doğru cavab. 18 nömrəli tapşırığa var. Təyin kökləri olarsa A-nın hansı qiymətinin şərti ödənir. Bunu biz çevrilmiş kvadrat təyinini gətirmək üçün ilk olaraq hər birinin x kvadrat əmsalına bölməliyəm. Yəni A-ya bölməliyəm. Olacaq x kvadrat üstə gələk. 2A plus 1 bölünsün AX üstə gələk 3 sıxılsın A bölünsün A bərabərdir 0. Kökləri cəmi əks işarəli ikinci həddin əmsalı, yəni x-in əmsalının əksi. Kökləri hasildə sərbəst hədd. 3 çıxılsın A böl A. A-ya vurum itsin. Mənfi 2A üstə gələk 1. İndi biri çıxıb deyəcək. Onsuz o A iti yazımdır. Biz niyə yazıq? Mən burada riyaziyyat həll edirəm. Yəni riyazi sual həll edirəm. Və riyaziyyatın qaydalarına uyğun həll eləmək məcburiyyətindəyəm. Yəni ağlıma gələn oraya yaza bilmərəm. 2A minus 2 bərabərdir 9 minus 3A. Burada nə deməli? Mənfi 2A üstə gələk 3A bərabərdir 9 plus 2. Buradan da A bərabərdir 11'ə. A-nın hansı qiymətində deyir? Baxaq görək nəyə səhv yazdıq burada biz. Burada 1'dir. Mən bunu niyə 2 eləmişəm ki? Burada 1 olmalıdır. Niyə bu 2 olub ki? 2A çıxılsın 1. Bu da 9 plus 1. Bu da 10.
Belə. Doğru cavab 10. 19-cu suala baxaq. Bizim burada belə bir xassəmiz var. AND qövs, yəni bu bucağı tapmaq üçün DOB-ni gəlin, birinci bir alfa bucağını tapaq. Deməli, bizə buranı verib də 58, buranı verib 42. Alfa bucağı bərabərdir 58, üstə gələk 42 bölü 2. 5, 4, 9, 10, 100 bölünsün 2, bu da bərabərdir 50. Sənə isə şərtdə DOB, buranı istəyirsə, onda bura qonşusu olacaq. Alfa 50-dirsə, onu təbii ki, burada olacaq 130. Doğru cavabımız 130. 20 nömrəli tapşırığa bax. Bir boru hovuzun 3/1-in 4 saata doldurursa, 3/1-in 4 saata dolduracaqsa, 4 saata doldurursa, tam 1 deməkdir da. Tam da dolduracaq x saata. 3/1 x bərabərdir 4x bərabərdir 12. Deməli, bu tam olaraq 12 saata dolduracaq. Eyni gücə malik belə 2 boru hovuzun yarısını neçə saata doldurar? Bir boru hovuzu 12 saata doldurarsa, bu birisinin də gücü, eyni belə deyək, boruların hər biri 1 saata, yəni hər biri, bu da 12 saata oldu, digəri də deyə 12 saata doldurursa, eyni gücə malik 2 boru 1 saatda 12-də 1 üstə gələk 12-də 1 bərabərdir 12-də 2. Yəni 6-da 1. Deməli 6 saat. Yəni 2 boru birlikdə 6 saata dolduracaq tam hovuzu. Yarısında təbii ki 3 saata dolduracaq da. Doğru cavabımız olacaq 3. 21 nömrəli tapşırığa baxaq. AB vasilə toxunanlardır. Biz bilirik ki, xaricdəki nöqtədən çəkilən, bir nöqtədən çəkilən toxunanlar bir-birinə bərabərdir. 3x üstə gələk 5 bərabərdir. 4x çıxılsın 12. Buradan da x bərabərdir 17-yə. Doğru cavab. Keçirik ətraflılara. Çevrənin daxilində çəkilmiş ABC düzbucaqlı üçbucağında AC 14 olarsa, çevrənin uzunluğunu tapın. İndi burada bir məsələ var ki, baxın, bucaq beyni mənə 90 veribsə, deməli AC bizə diametrdir. Niyə müəllim? Niyəsi kitabda var. Get aç oxu. Niyəsi odur ki, 90-ın qarşısı, yəni çevrədə 90 dərəcə söykənirsə, bu diametrdir. Yəni AC diametrdir. Diametrə söykənən bucaq düz bucaqdır bizdə. Aha. Onda AC diametrdir və bizə 14 verirsə, deməli 7 bölünürdə radiusum 7-dir. Radiusum 7 olduğuna görə uzunluğunu istəyir. L bərabərdir 2 pi-r. Bu da bərabərdir 14 pi-yə. Pi-ni vermədiyinə görə doğru cavabımız 14 pi kimi qalır. 23-cü sual. Bu müxtəlif cür həlli üsulları var. Yəni, müxtəlif həll üsulları var. Bunun həll üsullarından biri də tam kvadrat yaratmaqdır. Gəl burada bir tam kvadrat yaradaq. Hasili 12, cəmi 7 olan ədədlər 4-dən 3-dür. Tapandan sonra kökün altına salıram. Kök 4 plus kök 3. Burada 2 qalmaq şərti ilə. Təbii ki, biz bu qaydanı tətbiq edirik. Üstə gələk. Kök altında 4 minus kök 3 kvadratı. Biz bilirik ki, cüt dərəcədə modulda çıxır. Kök altında 4, üstə gələr kök altında 3. Modulda kök altında 4, çıx kök altında 3. Müsbət olduğuna görə olduğu kimi sadələşir bu. Üstə gələr kök altında 4, çıx kök 3. Və demək, bunlar gedir. 4-dən çıxır 2, 4-dən çıxır 2. Bu da bərabərdir 4-ə. 20 doğru cavab 4. 24 nömrəli tapşırığa baxaq. Deyir ki, tənliyin kökləri cəmini tapın. Maraqlı bir sual əslində. Bunu siz biraz mürəkkəb formada düşünə bilərsiniz, amma çox sadə bir sualdır. Baxın, modulda x üstə gələk 1, düzdürmü? Üstə gələk. Bunların ikisində mən 3-ü çıxara bilərəm. Modulun qarşısına x plus 1 qalır. Bərabərdir 8. Eyni bir ifadə 3 dənəsinin üzərinə bir dənə gələndə olur 4 dənə. X üstə gələk 1 bərabərdir 8. Modulda x üstə gələk 1 bərabərdir 2. X üstə gələk 1, bir dəfə müsbət 2, x olur 1. X üstə gələk 1, bir dəfə mənfi 2, x olur mənfi 3. Bizə köklərinin cəmini istəyir. Mənfi 3 üstə gələk 1 bərabərdir mənfi 2-yə. Doğru cavab mənfi 2. Davam edək 25 nömrəli tapşırıqla. Tənliyin kökləri x1 və x2-dir ifadəsi doğru olar. Anın hansı qiymətində? Bunu
Köməkçi müxtəsərə görə açaq, cəminə görə açacağam. x1 plus x2-nin çöldən kvadratı çıxılsın 2x1 x2 11. Çevrilmiş kvadrat tənlikdir və kökləri cəmi əks işarəli ikinci həddin əmsalıdır. Kökləri hasildə sərbəst həddir. 11. 25 minus 2a bərabərdir 11-ə. 2a bərabərdir 14-ə. A da bərabərdir 7-yə. Uğurlar, növbəti izahlarda görüşərik. Sağ olun, özünüzü qoruyun.